Salamlar hamıya. Gəlin bugün 8-ci sinif summativinin 2-ci summativine baxaq. Burada bilir ki, name adı yazılır, surname soyadı, date də həmin günün tarixi. Birinci match the meaning of each words. Deməli, bu o deməkdir ki, sözləri uyğunlaşdırırıq. Buradakı sözləri buradakilərlə uyğunlaşdırırıq. Bunu edə bilməyimiz üçün ilk öncə bu sözlərin tərcüməsini bilməyimiz lazımdır. Birinci söz cuisine. Bilmədiyimiz sözləri qeyd eləyək vərəqdə. Cuisine mətbəx növü deməkdir. Mən çətin sözləri baxın qeyd etdim. Cuisine mətbəx növü. İkinci söz raw, çiğ, yəni bişməmiş deməkdir. Üçüncü söz isə spicy, acılı, ədviyyatlı, acılı deməkdir. Gəlin də baxaq buradakı mənalar hansı buna uyğundur. Birinci mənası deyir ki, it has chills or hot spice. İsti deyir ki, hiss etdirir. Bu hansı olacaq? Spice, acılı. 3A olur. Sonra style of cooking. Deməli, biz cookingi harda edirik də? Hansı növdə? Mətbəx növündə əlbəttə ki. Raw isə bişməmiş, not cooked. Cook bişmək deməkdir. Not cooked bişməmiş. Raw-a uyğundur. 2 də C oldu. Deməli, nə oldu? A 1 oldu, A 3 oldu, B 1 oldu, C'də 2 oldu. Mən niyə 2 dənə C yazdım? C'də 2. 2-də nə deyir? Write past participle form of the following verbs. Deməli, past. Past nədir? Keçmiş zamandır. Keçmiş zaman, yəni deyir ki, burada verilən indiki feilləri biz keçmiş zamanda yazaq. Necə yazacağıq? Bilirik ki, keçmiş zaman feillərin sonuna, keçmiş zaman iki cür düzəlir. Irregular and regular. Qaydalı və qaydasız. Yəni, bəzi feillərin sonuna biz ed şəkilçisi artırmaqla keçmiş zaman edirik, bəziləri isə kökündən dəyişərək. Gəlin baxaq burada hansıdır. Eat yemək olur, eaten. Keçmişdə n. Live, lived olur. Gəlin burada, baxın burada qeyd etmişəm. Lived olur. Sonra drink, drink olur. Drunk yazılır, yəni drank. See, saw olur. Learn, learned olur. Go, went olur. Make, made olur. Yəni k, d-ya keçir keçmiş zamanda. Bunlar deməli kökündən dəyişənlərdir. Take-də took olur. Baxaq 3-ə. 3-də deyir ki, choose an odd one in each line. Deməli, bu sözlərdən fərqli olanı tapaq. Gəlin baxaq arxadan. 3-də ever, just, yet, ago, already. Görürsünüz, hamısı zaman zərfləridir, düzdür. 2-də mushroom, cauliflower, broccoli, lettuce. Görürsünüz, hamısı necə organik məhsullardır da. Göyərti növləri falan, nə bilim, brokoli, göbələk və yeməyə aid şeylərdir. 3-cüdə isə baxaq, spice, juice, flour, crispy, fatty. Deməli, fərqli qalan, gördük bu ikisi də düzdür. Fərqli qalan bir dənə 1-dir. Ona görə də birinci cavabımız fərqlidir. Baxırıq 4-ə. Choose the underline the present perfect time expression. Deməli, present perfect, indiki bitmiş zamanların zərflərini seçəcəyik burada verilən zərflərdə. Ever indiki zamandır. Düzdür. Sonra nerede? In 2023. 2023-cü ildə deyir. Bu indiki zaman ola bilər? Yox, bu keçmişdir, pastdır. Bunu atdıq, yazmırıq. Recently düzdür, indiki zaman zərfidir. Yesterday dünən deməkdir, səhvdir. Ago əvvəl deməkdir. Bu da keçmiş zamana aiddir, səhvdir. Since düzdür, indiki zamana aiddir. I was, ate, was var. Was keçmişə aiddir. Bunda çıxırıq. Last keçmişdə o da, onda çıxırıq. For indiki zamana aiddir. For ərzində deyir. Çünki already artıq indiki zamana aiddir, düzdür. İndiki bitmişə, yəni yet hələ o da indiki bitmişə aiddir. When I was var, keçmişə aiddir, yazmırıq. Bu qədər. Dedik, indikiyə aid olanları baxın, qeyd elədik burada. Present. İndi keçirik 5-ə. Use past simple or present perfect. Bu cümlələri past simple'da, yəni keçmiş zamanda və ya present perfect, indiki bitmişdə yazmalıyıq. Keçmiş zaman was ilə olur. Present perfect isə have been, had been, yəni have, məsələn, have cooked olur. Have been yox da have cooked, nə bilim, belə keçmiş zaman aid olur. İndi baxaq.
My friend görürsüz never var. Never keçmişdə ola bilər, yox. Never indiki bitmişə aiddir. Ona görə biz 5-cinin birinci deyəcəyik ki, my friend never eaten olacaq. Sushi. Have artırdıq. Çünki Kamil in the village born doğulmaq deməkdir. Yəni bu keçmişdə doğulub artıq. Was born olacaq. 3 last weekend həftə sonu bu da keçmişə aiddir. Went olacaq. Go went olur. Ever var. Ever isə dedik ki, indiki bitmişə aiddir. Ona görə have you ever eaten olacaq. Baxın burada yazmışam. Xəttimi oxuya bilsəz. 6-ya baxırıq. 6-da nə deyir? Write hanı 6? Hə. Write the definition of the words. Bu sözləri, onların mənasını yazacağıq da. Məsələn, after nə deməkdir? After yəni ki, yeməkdən əvvəl iştah açmaq üçün yeyilən kiçik yemək, ərzaq. Məsələn, yeməkdən əvvəl sup yeyir bəziləri. Ana yeməkdən əvvəl yeyilən yemək. Yəni bunun açıqlamasını qısaca deyə bilərik ki, a small dish of food service. Baxın burada qeyd etmişəm, burada da qeyd etmişəm. Sonra ikinci dessert. Dessert ikisi ilə olan yeməkdir, yəni ki, şirniyyatdır. Birisi ilə olsa dessert, o səhradır, onu qatışdırmayın. Dessert şirniyyat, çaydan əvvəl yediyimiz və ya kek də yaza bilərik. Şirniyyat özündə tort. Shrimp isə krevetkadır. Krevetka deməkdir və buna biz seafood yaza bilərik. Yəni dəniz yeməyi bunun açıqlaması olaraq. Baxın burada yazmışam. Burada qeyd etmişəm bilinməyən sözləri. İndi baxırıq 7-yə. Complex sentence with the preposition for in on. For üçün in içində, on üstündə deməkdir. Baxırıq birincidə nə deyir? When I prepare pizza, mən düzəldirəm pizza on myself. For myself, yəni mənim üçün düzəldirəm pizzanı. Bu belə. İkincidə the as the tomatoes, cheese and mushroom deməli o istifadə etdi nədən? Pomidordan, pendirdən, göbələkdən. Hara? The top of the pizza. Pizzanın üstünə əlbəttə ki. Üstündə də on deməkdir. On the top of the pizza. Pizzanın üstünə qoyuruq axı onları biz bəzək olsun deyə. 3-ə baxırıq. Deyir I felt, mən hiss edirəm taste of Italy. İtaliyanın dadını. In Azərbaycan. Bilirik ki, ölkələrin yanında in işlənir. In Azərbaycan, in Italy. Belə. 8-də complex sentence with the past simple or present perfect. Deməli, keçmiş zaman və indiki zamanı yenə seçib yazırıq cümlələrdə. Birinci cümlədə nə deyir? We last week, keçən həftə varsa last sözü. Keçmişə aid nəsə görürsə burada see, so olacaq artıq. So. 2-yə baxırıq. My friend yet. Hələ varsa indiki zamanı bildirir. İndiki bitmişi bildirir. Present perfect. Ona görə də I have not olacaq. Have not found. Found ed olur. Ed artırıq keçmişdə, bitmişdə, indiki davam edici və ya indiki sadə deyil, indiki bitmişdi. Daniel already varsa bu da indiki zaman, indiki davam edicidir. Daniel has finished olacaq. Ed artırıq feilin sonuna. Deməli last summer keçən yayda da take took olacaq. Keçmişdən söhbət gedir. 9-a baxırıq. Find mistake and correct them. Deməli bu 3 cümlədə səhv olanlar düzəldir. Lily has yet come. Deyir Lily hələ gəldi. Hələ gəlmədi onlar da. Yet imkandan işlən hələ gəldi. Hələ gəlmədi. Elə bu burada səhvdir. Hasn't yet olmalıydı. 2-yə baxırıq. Jack has ever ridden a bike. Burada ever yox, never olmalıydı. Düzdür, ikisi də heç vaxt deməkdir. Amma burada uyğun gələn neverdir tərcüməyə görə. 3-ə baxırıq. 3-də isə nədir deyir? I have just had lunch. Bu düzdür. But I haven't had lunch yesterday. Haven't. Burada I haven't olacaq elə. Bu belə. Keçirik ona. Read the passage and answer the following questions. Deməli, mətni oxuyuruq və tərcüməyə əsasən 2 suala cavab veririk. Tərcümə yoxdur, yəni mətnə əsasən.
tərcüməsini də bilməliyik ki, mətni bilək. Gəlin oxuyaq. Nə deyir? Sushi hardaydı? Hə, sushi is a traditional food from Japan. Deyir, deməli sushi traditional, yəni ki, milli Japoniyanın milli mətbəxindəndir. It is also eaten in other countries. O başqa həmçinin başqa ölkələrdə də yeyilir. All over the world, dünyanın bütün ölkələrində, restoranlarında başlayıb he become very popular, başlayıb populyar olmağa. In many Asia, North American, Amerika, Avropa City, Avropa ölkələrində. Sushi is traditional made of raw fish and rice. Rice düyüdür, fish, balıq. Deyir, o balıq və düyüdən düzəldilir. There are many different types. Deyir, onun sushinin müxtəlif tipləri var. The most popular sushi in Japan. Japoniyada məşhur sushi növü nigirishi deyilir. What is the passage mainly about? Deyir, mətndə söhbət nədən gedir? Əlbəttə ki, sushidən. Traditional Japan food. C ilə uyğun gələn. 2-yə baxırıq və ya da sushi come from. Sushi haradan gəlib? Belə ilk cümlədə yazılmışdı ki, Yaponiyadan. Birinci Yaponiyada olub. From Japan. C variantı. 3-də nə deyir? What are the main ingredients in sushi? Yəni sushinin ingrediyentləri, yəni tərkibində nələr var? Burada da yazılmışdı. Rice and görürsüz raw fish. Yəni çiğ balıq, bişməmiş balıq var tərkibində. Bu qədər izahı, cavablar burada. Bilmədiyiniz sözlərdə, yəni çətin sözlərdə bura qeyd etdim. Siz də mənim kimi belə qeyd edə bilərsiniz. Bütün sözləri bura yazsaz, hər gün oxusaz, hamısı yadınızda qalar.